Adım Ayxandır. 8-ci sinifdə oxuyuram. Dekabrda bu kursa başladım. 2-3 aydan sonra da turbazı kopyaladım, yaratdım. Bu da yəni 4-5 həftəyə yaratdım turbazı. Bizə burada göstərə bilərsən nələr eləmisən? Hansı funksiyalar var? Bəyəndiklərimizin üzərində Klik eləyə klik eləyirik. Hər hansı bir maşının üzərinə gedə bilərsən. Şərti maşınlar da hamısı. Məsələn, şəkli keçmək olur. Okay. Maşın haqqında yazılır. Yeni bir elan yaratmaq istəsək, Yuxarıda button əlavə edirəm. okay. Ona klik etdikdə yeni səhifə açılır. Burada markanı, modeli, ban növünü və s. Amma çoxlu inputlarım var burada. Başqa nələr var burada? Başqa bəyəndiyimiz Filtr maşınlar. eləcək. Aha. Bəyəndiyimiz maşınlar siyahısını burada görürük. Okay. Sonra qayıda bildik əsas səhifəyə. Burada filtr var. Daha çox filtrlərimiz Daha var çox filtr. burada. Modellər, markaları seçə bilirsiniz. Hansı maşın məsələn istəyirsinizsə. Okay. Ona aid modellər gəlir. Ona aid modellər gəlir. Bəli. Daha sonra şəhər, qiymət. Okay. Məncə çox uğurlu bir tədris oldu və növbəti etaplarda yəni ki API-lar, AI agentlər falan bunları işləyəcəksən. İnşallah. Çox sağ ol. Sağ ol.